Здравствуйте, Kişniyer! Ada sen özünü gücünden saklayırsan, bu boyda kişnevini de saklayacaksan. Qırıq məndən şok. А? İntikam mer olacak. Где тот ваш интигам? Где он? Где ты? Bugün Maydemiz intiqam 2 Moldovanın qalinəsində toplaşmışıq və bildirim ki, bu film Ahma Yaşayış Kompleksinin baş sponsorunda çəkilib. Azda biz qalinəsində olan görüntülər də görmüş oluruq və birazdan bu filmin təqdimatı başlayacaq. Salam, xoş gördük sizi, salamlayırıq və ikinizi də təbrik edirik bu gözəl projeye görə uğurlar olsun deyirik və istərdik ki, sizin hər ikinizin xoş fikirlərini əldə edək. İkiniz də yer almışsınız, personaj almışsınız burada, fikirlərinizi əldə etmək istədik. Açığı 4-5 aylık ki film biz təhvil vermişik, görməmişik. Müşfiq bizi çağırdı ki, gəlin filmə baxa. İstəmədik, baxmaq istəmədik. Çünki bir necə alınır? Çünki çempion olmaq asandır, onu saxlamaq çətindir. Ona görə birinci film çox uğurlu alınıb, ikinci filmdə çox həyəcanlı görə necə olacaq. Ona görə bizim üçün də maraqlıdır, heç baxmamışıq da. İndi baxacağız, görə necə alınacaq. İnanırıq ki, yaxşı olacaq. Çox sağ olun. Mən bütün komandaya uğurlar arzulayıram. Doğru, mən də baxmamışam əvvəl kimi. Hərdən bir girib montaj prosesində balaca baxmışam. Mən üçün də çox maraqlıdır. İnanıram ki, yaxşı olacaq. Bir yaxşıdırsa, iki də yaxşıdır da. İnşallah. Yəni Barsadır da. Bu oyuncu da dəyişsə, sastav verməsin. Messi. Messi. İşləmək asandır mı? O barədə Ənvər danışsın. Yox, asandır. Təbii ki, Müşfiq çünki aktyordur. Bizi çox yaxşı başa düşür. Biz də aktyoruq. Elə də çox çətin olmur bizdə. Başqaları bəlkə ondan çətinliyi olsun. Çünki elə aktyorlar var ki, yaxşı oynaya bilmir, gəlir, alınmır, onların çətin. Bizdən çox rahatıq. Çünki ssenarində demək olar ki, bir yerdə yazırıq. Raskadrovkanı bir yerdəyik. Ona görə bizdə asandır, bizdə çətinlik olmur. Allah razı olsun. Sağ olun, çox. Təşəkkür ederim. Çox sağ olun. Çox xeyirli olsun. İstənilən yeni filmin çəkilməyi və maraqlı olması ən birinci Azərbaycan kino sevərlərinin uğurudur, yəni onlar üçün çəkilir hər şey. Mən Müşfiqi təbrik edirəm, onun ətrafında olan bütün o heyətin hamısını bir-bir salamlayıram. Onlar da şəxsi tanışdığımız var, işlərinə də bələdik, uğurlar arzu edirəm hər birinə. İnşallah Azərbaycan kinosu üçün xeyirli, uğurlu olsun inşallah. Belə layihələr artıq bu sahədə rəqabəti artırırmı yavaş-yavaş? Mütləq olmalıdır, çünki əslində biz rəqabəti daha güclü gözləyirdik, amma hal-hazırda bu şirin də olsa, acı da olsa ən sevindirici hal kimi vurğulamaq istəyirəm ki, Xoxan və Maynemiz İntiqam arasında getdi rəqabət. Əslində biz daha çox filmlər gözləyirdik. İnşallah ki, yəni o həmin ərəfədə tez çəkib kinoteatra təqdim edən çox rejissor dostlarımız, aktyor dostlarımız da peşmançılıqlarını bildirdilər və səhvləri üzərində işləyirlər. İnşallah inanıram ki, üzümüzə gələn ildə daha maraqlı filmlər ortaya çıxardacaqlar və rəqabət daha da böyüyəcək inşallah. İnşallah, uğurlar olsun. Sağlıq olsun. Ümumiyyətlə, bu artıq Müşfiqin filminin ikinci qalasıdır. Birinci işi çox uğurlu alındı. İkinciyə gəlmişik, əminik ki, bu da alınacaq. Uğurlarını gözləyirik Allahın izni ilə. Amma əsas təşəkkür elə məhz AFA bildirmək istəyirəm ki, bu cavan olmasına baxmayaraq Müşfiqə dəstək oldu. Əsas sponsorlarından biridir filmin. Üstəlik də Moldovaya getməsi də birbaşa mən bildiyimə görə AFA-nın fikridir. Yaxşı bir şeydir. Xaricdə çəkilməsi lazımdır, elə burada da çəkilməsi lazımdır. İnşallah ki, başqa işlərə də dəstək olarlar. Çox sevinirik ki, AAF kimi şirkətlər var Azərbaycanda. Sizə də uğurlar olsun. Çox sağ olun, təşəkkür ederim. Sağ olun. Narahat olma.